O məbəd. Sən baxıram səhərdən, sən bir iştahla da yemədin. Nədir boğazından keçmir? Nə olub, nə məsələdir? Beləcə sən porsiyaları mən xıttaya inan. Ağzımdan bir qismət çörək də keçmir. İnansam, elə ancaq onu fikirləşəm. Ancaq bilmirəm mən nə edim. Necə neyim ha? Sənin bir şeyin yox ki, satıb aparıb borcu verəsən mənbə. Satdım mən, vicdan da az qala satdım ki, bir borcdan tutarım, tutara bilmirəm. Bilmirəm mən nə təcrübəm nə var. Ha, məbət. Sənin dostun ölməyib, sən belə fikir çəkəsən. Ala bu saatımı apar sat, get borcları bağla. Nə danışsan, sən məni o qədər şərəfsiz, vicdansız, ləyaqətsiz görsən ki, mən sənin qolundakı ən dəyərli əşyanı götürüm aparım satım. Mən gərək nikdə olam ki, göz görə sənin əşyanı götürüb aparım satım, nədir mən borc qoyalım. Ona görə elə şey mümkündür. Bırak, mən gözümü yumuram, Allah apar öz sadığını satıb gətirir. Mən baxmıram, fikir vermirəm, görürəm. Başa düşmürəm, necə yəni? Demirsən bu baxmıram da, məndə vicdan var, ləyaqət var. Bura mən göz görə eləyəmərəm bunu, bura. Yəni get apar sat, mən baxmıram. Mən burada gözləyirəm ha. Bu nə tür adamdır ya? Biraz tez ol qadam, biraz tez ol. Gözlürlər, zəngdən kimi tamam. Biraz cəld ol.